Kişi evə gəlir və biz вот это вот hardaydın, neynədin, nə iş gördün, bəs mənimlə niyə danışmırsan? Mənim yoldaşım desin ki, mənim mamam belə dedi, mənim mamam qələt eləyir, sən düz danışırsan, sən Biz düşüncəni dəyişmirik, düşdüyümüz vəziyyəti dəyişmək istəyirik. ərə gedərəm düzələr, ərə gedəndə heç nə düzəlmir. Evliliklər məhəbbəti sonlandırır. Nə vaxt qadının da özünə aid bir həyatı var. Qadın orqazm ola bilmirsə, qadının məsuliyyətidir. İlk növbədə bəli. Nə vaxt partnyorlar açıqdır öyrənməyə, var Kama Sutra kitabları. İş bu sizi ailədən biraz ayırır. İntim münasibət bu sadəcə seksdir. Onlar çox narahat olurlar, nə vaxt görürlər ki, onların sevgililəri, yoldaşları pornoya baxırlar. O özü mənə yaxınlaşsın, o özü məni istəsin. Elə et ki, o səni özü istəsin. Marjina Cumati 1990-cı ildə Ukraynada anadan olub. 248 nömrəli məktəbi bitirib. Daha sonra İqtisadiyyat Universitetində təhsil alıb. 100 mindən çox YouTube və Instagram izləyicisi olan Marjina 3 kitab müəllifidir və 8 illik iş təcrübəsinə malikdir. Səyahət etməyi, enerji praktikaları ilə məşğul olmağı, rəssamlıqla, boks və üzgüçülüklə maraqlanmağı sevir. Ən böyük hobbisi isə öz işidir. Subaydır. Peşəkar video və podkast çəkilişlərinizi ən son avadanlıqlarla təmin olunmuş Biznesgar komandasına həvalə edə bilərsiniz. Həmçinin çəkiliş üçün otaq və səs avadanlıqları, kamera və işıq aksesuarlarının icarəsi mümkündür. Salam, xoş gördük. Xoş gördük sizləri. Çox maraqlıdır. Azərbaycan qadınları nə üçün qadın olaraq reallaşa bilmirlər? Təəssüf ki, bizim dilimizdə kifayət qədər inkişaf olunma kitabları, məlumatları, məlumat mənbələri çox azdır və hələ indi bu dəbə düşür. İndi sizin kimi fəaliyyət edən təşkilatlar, insanlar, kimlər istəyir insanları maarifləndirmək, hələ indi bunlar başlayır. Və bu indi biz hamımız çox böyük bir iş görürük əslində. Gələcək üçün, Azərbaycanın gələcəyi üçün, Azərbaycan qadınların gələcəyi üçün və bu çox önəmlidir. Çünki inkişaf olunan zaman səhv bir düşüncə yaranır inkişafla bağlı. Sanki inkişaf bu açıq-saçıq geyməkdir, bu gecələr gəzməkdir, bu klublara getməkdir, bu gündə bir insanla görüşməkdir, bu hansısa açıq münasibətdir. Amma əslində inkişaf bu deməkdir ki, mən bugün dünənkindən daha ağıllıyam, daha faydalıyam, daha bacarıqlıyam və bilirəm mən öz həyatımda hara gedirəm, nə etmək istəyirəm, münasibət qururamsa, dəqiq bilirəm mən nə üçün bu münasibəti qururam. Mən bunu boşluqlarımın içindən yox, mən bunu hansısa axtarışlarımın içindən yox, mən bunu öz səmimiyyətimin, öz xoşbəxtliyimin içindən qururam. Yalnız bu zaman biz sağlam, düzgün, özümüz üçün düzgün münasibət qura bilərik, ailələr qura bilərik, işlər qura bilərik və həyatımız bitəndə hiss edə bilərik ki, mən bu həyatı boşa yaşamamışam. Onda biz düzgün münasibət qurduğumuzu necə bilək? Münasibət nə üçün lazımdır? Yaşamağımız üçün, Sonra sevməyimiz üçün, sevilməyimizi bilməyimiz nə hiss üçün. etmək istəyirik? Hiss etmək istəyirik. Nə hiss etmək istəyirdiniz siz? Misal üçün, mən qadın olaraq həmişə sevildiyimi hiss etmək istəyirəm. Bu sizə nə verir? Bu mənə daha da gözəlləşmə hissini verir və bütün potensialımı tam olaraq işlətmək hissini verir. Yaşadır, Okay. belə deyim. Bu sözləri yadınızda saxlayın. Bu sizi xoşbəxt edəcəkmi? Bu məni xoşbəxt edəcəkmi? Mən özümü gözəl görürəmsə, mən xoşbəxtəm. Okay. Və Amma burada mənim xoşbəxtliyim əks cinsin tərifindən deyil.
okey, amma daha xoşbəxt sizi Daha edən- xoşbəxt, okey. bəli, bəli. O zaman indi hər kəs bizi dinləyəndə öz münasibətinə baxsın. Bu hissləri, həqiqətən o istədiyi hissləri, bu münasibət ona verirmi yoxsa yox? Əgər sən hər gün ağlayırsan, əgər sən hər gün özünü alçalmış hiss edirsən, təhqir olunmuş hiss edirsən, komplekslərin içində hiss edirsən, əgər sən bu münasibətdə inkişaf olunmursan, əgər sən hiss etmirsən ki, bu münasibət məni daha gözəl edir, daha bacarıqlı edir, mən burada nəyisə öyrənirəm, mən burada kiməsə nəyisə öyrədə bilərəm, o zaman bu münasibət düzgün deyil, bizim üçün düzgün deyil. Onda belə deyək də, nəzərə alsaq ki, Azərbaycanda evliliklərdə, bunu tək Azərbaycanla bağlamıram, evliliklər məhəbbəti sonlandırır deyirlər. Bir neçə ildən sonra zaten evliliyin hissləri dəyişə bilir, dəyişir. Yaxşı, burada insan neynəməlidir? Ayrılmalıdırmı? Yoxsa hər yaşadığı dönəmdə bu hissləri yaşayacaq deyə müəyyən insan da çıxmaya bilər axı qarşısına. O da var. Yəni insan istəmədiyi həyatı yaşayırsa, o dəqiqə dərhal ayrılmalıdır. Mən belə deyərdim ki, biz uşaqlıqdan o fikirlə böyüyürük ki, mən böyüyüb işləməliyəm, pul qazanmalıyam, bir də ailə həyatını qurmalıyam. Və biz bu arzularla yaşayırıq. Plus minus 25, 30, 35 yaş arasında biz buna çatırıq. Və sonra həyat sanki dayanır. Sanki mən istədiyimə nail çatdım və buradan o yanası yoxdur. Ssenari yoxdur. Ssenari yoxdur, davam etmir. Halbuki iş qurmaq, pul qazanmaq və ailə qurmaq bu sadəcə bizim baza ehtiyaclarımızdır. Hər şey ancaq ondan sonra başlayır. Hələ ondan sonra başlayır. Nə vaxt bizim uşaqlarımız olur, nə vaxt biz cəmiyyətdə hər hansısa bir yer tutmağa başlayırıq, harda biz daha da böyüyürük və genişlənirik. Təəssüf ki, hələ ki buna doğru çox az adam gedir. Çox az adam anlayır ki, evlilik və işə çıxmaq bu son deyil, bu hələ başlanğıcdır. Bundan sonra mən hələ bir 30, 40, 50 ildə yaşayacağam. Nə edəcəksən, necə edəcəksən? Bizim ən böyük problemimiz, mən deyərdim, qorxulardır və o düşüncədir ki, artıq gecdir. Artıq gecdir nəyisə dəyişdirmək, artıq gecdir nəyisə həyatda yenidən başlamaq, artıq gecdir oxumaq, 30 yaşda, 35 yaşda biz düşünürük ki, artıq gecdir. Əlbəttə ki, əgər bugün kimsə anlayırsa ki, mən xoşbəxt ailə qura bilməmişəm, bu o demək deyil ki, bu dəqiqə boşanmaq lazımdır. Bu o deməkdir ki, baxlamaq lazımdır, hardadır bu boşluqlar. Hansı boşluqları mən buraxmışam ki, mənim həyatım indi bu cürədir. Mən belə deyə bilərəm. Nə vaxt biz başlayırıq inkişafa, biz demək olar ki, ayılırıq. Biz ayılırıq, görürük nələr düz deyil. Çox vaxtı bizim yanımızda olan insanlar, əgər onlar da marağındadılar, bu həyatı dolu yaşamaq, sadəcə orada sürünmək, necəsə, gün keçirmək yox. Bəli, gün keçirmək yox, it pişik kimi, heyvan kimi. Sadəcə nəyisə yaratmaq, nəyisə etmək. O zaman insanlar sanki bir-birini itələyir. Kimsə gedir və o birisi onun dalınca düşür və necəsə kimsə köçür, kimsə başlayır fərqli bir işlər yaratmaq, ailə biznesləri qurmaq, işlər dəyişdirmək. Biri öncə birinə köməklik edir, sonra özü də nəsə edir. Bəzən isə təəssüf ki, biz ona gəlib çıxacağıq ki, mən inkişaf olundum, yanımdakı insan isə hələ də geridə qaldı. Səbəb midir bu ki, mən ayrılmayım deyə ayılmayım? Bu artıq əlbəttə ki, hər kəs özü üçün bu cavabı verəcək. Səbəb midir ya yox. Amma bu dəqiqə ayrılmaq ki, mənim həyatım gətirmədi və mən çıxıb gedim buradan və başqa bir insanla eyni məsələ olacaq, sadəcə adlar fərqli və bu qədər. Bəli, çözmədiyin üçün təzədən səni yeniləri gözləyir.
Çox nadir Azərbaycanda ümumiyyətlə boşanma statistikası hər il artır. Bu tək Azərbaycanla bağlı deyil, yəni dünyada da belədir. Amma heç kənara getmədən ətrafdakı çox yaxın bir 10 ailədən soruşsan, yola gedə bilmədik adı qoyurlar. Daha da dərinə getsən, seksual həzzin, seksual hisslərin qarşı tərəf ondan şikayət edir, bu tərəf isə ondan şikayət edir. Əslində nəyin necə olacağını heç bir tərəf bilmir. Çünki öyrədilməyib. Bir qadın öz həyat yoldaşıyla necə rəftar etməlidir? Biz bunu bilirikmi? Məncə bilmirik. Amma bilməliyik. Necə bilək? Biz belə bir tərbiyə alırıq. Harda bizə öyrədirlər hər bir şeyə sevgidən başqa. Bizə öyrədirlər qayğı göstərməyə, bizə öyrədirlər Yemək bişirməyə. Bu da qayğıdır. Əslində qayğıdan başqa mən belə indi başa düşürəm ki, heç bir şey öyrədilmir. Bizə öyrədilmir bir-biri ilə dialoq qurmaq, bir-birini eşitmək, anlamaq. Və əgər mən deyirəm ki, misal üçün mənim nədənsə xoşum gəlmir, bu o demək deyil ki, mən sizi alçaltmaq, təhqir etmək istəyirəm. Sadəcə mən sizə göstərirəm mənimlə necə lazımdır rəftar etmək. Bir neçə burada boşluqlar mən görürəm. Birinci növbədə bu dialoq qurmaq, bilməmək, bacarmamaq. Yalnız artıq biz başlayırıq sanki konfliktə girmək, bir-birimizdə günahlar axtarmaq və bir-birimizin boynuna atmaq, məsuliyyətdən qaçmaq və bir-birimizi eşitmirik. Bu bir. İkincisi də ki, təəssüf ki, biz öz qaydalarımızı belə bilmirik. Bizim instruksiyamız yoxdur özümüzə aid. Və bu mənim yəqin ki, ən yaralı yerimdir. Seksual həyat, hissiyat, bir-birini yataqda eşitmək, anlamaq və bir-birinə lazım olanı vermək üçün ilk növbədə bilmək lazımdır. Mənim özümə nə lazımdır ki, mən qarşıdakı insana bunu çatdıra bilim. Bunun üçün mən çalışıram, bacardığım qədər. İzləyirəm, çox bəyənirəm. Təşəkkür edirəm. İndi mən onun üzərinə düşmüşəm ki, kitablar yazmaq ki, insanlara daha əl çatan olsun. İndi bəlkə bir 10 ilə mən artıq bu işlə fəaliyyət göstərməsəm də insanların əlində heç olmasa nəsə olsun. Və bu mövzuda maksimum qızlar bu dəqiqə maariflənmək çalışmalıdırlar. Öz bədənini tanımaq, özünü qəbul etmək, öz hissiyatını anlamaq və onu daha da inkişaf elətdirmək. Necə tanısın öz bədənini? Məsələn, bizə olmaz əl vurma deyilən nöqtələrimiz var. Mən anayam, mən öz övladıma necə aşılayım? Və yaxud da yetkin bir qız necə tanısın, necə bilsin? Burada ilk növbədə mən bütün valideynlərə tövsiyə edirəm uşağın cinsi yetkin yaşa çatmaq haqqında, tərbiyə haqqında kitablar oxumaq. Bu çox önəmlidir. İkincisi, mən bunun çıxış yolunu görürəm ki, məktəbdə də, anatomiya dərslərində, indi bilmirəm necədir, mənim vaxtımda bizdə lazımı səhvələr yox idi kitabın içində. Bizdə də yox idi. Sizdə də yox idi. Məncə heç kəsdə yox idi. İndi bilmirəm. Deyərlər ki, onlarda var ya yoxdur. Əlbəttə ki, məktəbdə bu haqqda danışılmalıdır. Məktəbdə danışılmalıdır qızların da, oğlanların da bədəni necə dəyişilir. Hansı hisslər oyanır, hansı tələbatlar oyanır və onları düzgün ödəmək yollar haqqında. İnsanlar, uşaqlar, belə deyim, cavanlar bunu bilmədiyinə görə elə ya özündə bunu
bağlayırlar, qadağa qoyurlar və sonra düşünürlər ki, ərə gedərəm düzələr, ərə gedəndə heç nə düzəlmir. Artıq bu diaqnoz və müalicə hamı anladı. Yəqin ki, ərə gedəndə heç nə düzəlmir. Sadəcə üzə başlayır çıxmağa və o zaman xanım əsasda o bilmir bununla nə etmək lazımdır. Komplekslərə düşür, özünü narahat hiss edir və ümumiyyətlə bilmir nələr baş verir. Necə tanımaq lazımdır? Ən azından bizdə var güzgü. İlk növbədə. Sadə güzgü və güzgüyə baxanda özünə baxmaq və heç olmasa özünə sığal çəkmək belə bu bizə imkan verir bədənimizi hiss etmək. Hiss etmək ki, bu hissəyə mən toxunanda bu burdan fərqlidir. Necəsə mən fərqli özümü hiss edirəm. Bəli, əlbəttə ki, biz bunu qız uşaqlarına təbliğ etmirik, amma heç olmasa özümüzə bunu istifadə edə bilərik. Bizim olmalıdır sərhədlər. İlk növbədə bunlar başlayır evdə. Harda qapı bağlıdırsa, biz onu döymədən içəri girmirik. Bu həm oğlanlara, həm qızlara köməklik edir özünü güvəndə hiss etmək. Mən əgər bəlkə burada özümə hardasa baxıramsa, ya toxunuramsa, ya da ki özümü sığalayıramsa, heç kəs məni gəlib burada bu dəqiqə narahat etməyəcək və deməyəcək ki, sən nə edirsən burada, qapını açıq qoy, mən görməliyəm, mən baxmalıyam, mən hər şeyi kontrol altında saxlamalıyam. Yəqin ki, biz qəbul edə bilərik ki, biz hər bir şeyi bu həyatda kontrol altında saxlaya bilmərik və özümüz də uşaq da olmuşuq, hansısa o cavan da olmuşuq və hər kəsə nə lazım idi? Əgər bunu bilirdisə, mənə bu lazımdır, biz bunu etməyə bacarırdıq. Və bu qadağalar bizi yalnız yalan danışmaq öyrədir və daha tülkü olmağa öyrədir və bu qədər. Поэтому əgər hiss edirik ki, bizim uşaqlarımıza artıq nəsə maraqlıdır, ilk dəyişikliklər başlayır, bu zaman dialoq qurmaq və soruşmaq ki, nə sənə maraqlıdır. Bax, sənin bədənin dəyişiləcək. Sən artıq böyüyürsən, sən böyük qız olacaqsan, xanım olacaqsan. Bu sənin gözəlliyindir, sənin bədənin bu sənin varlığındır və sən onu qorumalısan. Qorumalısan o mənada yox ki, o da hamıdan gizlən, yox olmaz və s. Qorumalısan o mənada, ona hörmətlə yanaşmalısan. Hörmətlə yanaşmaqla sənin öz dəyərin artır, öz güvənin artır. Və bu prizmadan biz uşaqlara, cavanlara bunu çatdıranda onlara daha da maraqlı olur. Əlbəttə ki, mən özümü sevmək istəyirəm, mən özümə hörmət etmək istəyirəm, mən istəyirəm daha bəlkə də aristokratik qadın olmaq, daha zəngin xanım olmaq. Demək, biz deyirik, o olmaz, bu olmaz, qadağandır və o baxır ki, podruqam nəsə etdi, orada başqalar nəsə danışır, nəyəsə baxır. Niyə görə olmaz? Hansı səbəbdən olmaz? Bəyəm qadın olmaq olmaz, ya da ki, təbii insan olmaq olmaz. Nə konkret olaraq nə olmaz? Nə olmaz? Düzdür, razıyam. Əslində biz övladlarımıza olmaz dedikcə, onların etmələrini istədiyimiz işlərə də bilmədən sərhəd qoyuruq ki, bu da zaten psixologiyada, tibbdə də hər yerdə var. Bəs xəyanətə uğrayan qadının günah xanımdadır, yoxsa bəyindədir, yoldaşındadır? Günah hər zaman iki nəfərdədir və mən belə deyərdim. Əgər biz günahlı axtarmasaq və axtarsaq həll yolunu, bu o deməkdir ki, əgər mən görürəm ki, mənim ailəmdə nəsə yolunda getmir, mən onu ailəmin içində həll etməliyəm. Hardasa ailədən xaric yox. Xəyanət bu ailədən xaric öz aləmində problemləri həll etməkdir. Bəli, əlbəttə ki, biz əgər baxsaq özümüzə və necə biz davranırıq, necə biz öz yoldaşımızla münasibət qururuq, necə biz ailə içində özümüzü ifadə edirik, burada bəzən görə bilərik ki, çox böyük səhvlərə yer veririk. Misal üçün,
özümüzü unuduruq, yoldaşımızı unuduruq və yalnız uşağımıza başlayırıq bağlı olmağa. Uşağın içində biz məna axtarırıq, həyatın mənası və bütün öz varlığımızı ora yönəldirik. Ya da ki, ailə həyatı qurandan sonra, artıq bu mənimdir, mən artıq evdə necə gəldi otura da bilərəm, necə gəldi qoxulaya da bilərəm və fərqi yoxdur heç bir şey. Və burada bəzən, bəli, bu səbəb olur, var. Hələ də bizdə ailə dəyərləri var və ailə dəyərlərini qoruyan insanlar da var. Və kişi baxır ki, yox, bu mənim uşaqlarımın anasıdır, mənim halal yoldaşımdır. Məndə belə bir ümumiyyətlə sual dayana bilməz ki, mən onu bu şeylərə görə atım, ya da ki, ümumiyyətlə o da anlamır bəlkə də nədir yolunda getməyən. Ardadır, nə baş verir ki, mən artıq bu qadını istəmirəm. Bəlkə çox əl çatan olur qadın. Misal üçün bir evin içidir də. İstədiyi vaxtda, misal üçün, əvvəl deyim ki, sevgili nişanlı olan vaxtda sərhədlər olur, istək olur. Amma artıq evdədir, hər gün görürsən onu, haçan istəyən danışırsan. Bu ola bilər. Bəs mən sizə desəm ki, bir evdə də əl çatmaz olmaq olar. O necə olur? O zaman olur, nə vaxt qadının da özünə aid bir həyatı var. Özünə aid olan maraqları var. Siz çıxdınız, harasa getdiniz, kimdənsə vaxt keçirirsiniz, nəsə edirsiniz, hansısa işlə məşğulsuz. Maraqlıdırmı sizin yoldaşınıza? Hardaydı, neynədi, nə iş gördün, hansı maraqlı insanları gördün? Sizin özünüzə maraqlıdırmı ona gəlib nələrisə paylaşmaq, danışmaq axşamlar? Misal üçün, mən danışıram. Bəli. Deyirəm ki, biz bugün getdik filan kafedə, heç orada olmamışdım, çox xoşum gəldi. Nə bilim, bir başqa təşkilatdan nümayəndələr gəldi, onlarla tanış olduq, onlar bu cür işlər görürlər. Mən bölüşürəm, xoşlayıram. Ayrıca, iş bu sizi ailədən biraz ayırır, biraz fərqli bir insansınız. Burada siz artıq işgüzar xanımsınız. Digər maraqlar, nə vaxt bizim hansısa öz ortamlarımız var, bizim dostlarımız var, hansısa podruqalarımız var, işbirliyi gördüyümüz insanlar var. Bəlkə də hətta analar, sizin uşağınız var, onun sinif yoldaşları, qrup yoldaşları və burada da həmin bu qadınlarla özünüzə aid olan maraqlar. Sonra evin içində də kimsə indi bəlkə düşünüb, yox, mənim işim yoxdursa, mən maraqlı qadın deyiləm. Mən daha çoxunu deyə bilərəm ki, işi olanlar da bəzən maraqlı qadın deyirlər. Əgər onlar yalnız söhbətləri gəlib dirənir dedikoduya, hansısa problemlərə, toksinlərə, nəsə oldu, nəsə olmadı və bu informasiya heç bir yenilik mənə gətirmir. Heç bir maraqlı sual ki, wow, doğrudan da belə də insanlar var, belə də yerlər var, gəl bəlkə biz birlikdə də gedək. Doğrudan da sən bunu da bacardın, öyrəndin, mənə də göstər, bu da mənə maraqlıdır. Əgər bu heç bir yenilik mənə gətirmir, bu o deməkdir ki, mənə də bu maraqlı deyil. Okey, sən danışdın, mən bir qulaqla dinlədim, bir gözlə telefon içinə baxdım və ola bilər. Sonra nə vaxt kişi evə gəlir və biz hardaydın, neynədin, nə iş gördün, bəs mənimlə niyə danışmırsan, sən heç vaxt mənimlə danışmırsan, maman bilirsən neynədi, bacın bilirsən neynədi, uşaq bilirsən nə oldu. Və əlbəttə ki, burada da artıq həmin o maraq bitir. Çünki insan gəlir dincəlmək istəyir huzur yerini tapmaq. Biz isə bəzən bunu verməyə bacarmırıq. Niyə görə? Ona görə yox ki, biz pis qızlarıq. Ona görə ki, biz öz içimizdə o huzuru yaratmırıq. Bəs deməyək yoldaşımıza heç nəyi. Yəni, şikayətimizi kimə deyək? Bax, anasından olan şikayəti biz kimə deyək? Sizcə, sizin yoldaşınız məsuliyyətlidirmi anasının danışığına görə, hərəkətlərinə görə, sizə qarşı olan münasibətə görə? Yox, heç kəsə görə məsuliyyət daşımır. Okey. Misal üçün, hansısa nəsə oldu, baş verdi və mən yoldaşıma bunu dedim. Və yoldaşımın bir neçə cavabı ola bilər. Cavab ola bilər ki, yola ver. Ən çox da belə olur. Cavab ola bilər ki, mən anamla danışaram. Cavab ola bilər ki, mənim anam yaxşı eləyir.
nə edirsə. Cavab ola bilər ki, istəyirsən aralan onlardan və bir də ünsiyyət qurma. Yəqin ki, bu 4 ən Axırıncı ola bilər. okey. Yəni ki, bu 4 dənə cavab ən adi cavabdır da. Və burada artıq bilirsiniz, məsələ nədədir? Əgər mənim içimdə o zədələnmiş ego var, harda mən özümü hiss edirəm yetərsiz, hiss edirəm ki, mən sevilmirəm. Ümumiyyətlə mən bilmirəm sevgi nə deməkdir. Bu yoldaşla bağlı deyil. Mən özümü sevmirəm. Mən özümü hardasa qurban verirəm, hardasa günahkarlığa düşürəm və bütün bu dramanın içində yaşayıram və onun anası mənə nəsə deyəndə və mən yoldaşıma şikayətlənəndə mən istəyirəm mənim yoldaşım desin ki, mənim mamam belə dedi, mənim mamam qələt eləyir, sən düz danışırsan, mən ancaq səni sevirəm. Biz bundan sonra anamla vəbşə bir ölkədə də yaşamayacaq. Davay, əşyaları yığ, biz buradan çıxıb gedirik. Və bu zaman mən hiss edəcəm, mən necə önəmliyəm, mən necə superəm, məni sevirlər. Əgər mənim daxilimdə bu özümə qarşı sevgi varsa, mənə ehtiyac yoxdur bütün bu proseslərdən keçməyə. Ehtiyac yoxdur ki, mənə kişi desin ki, mənim anam səhvdir, sən düzsən, bundan sonra biz mamamla danışmayacağıq və s. Burada biraz artıq biz başlayırıq qurmaq belə bir ünsiyyət, harda mən qəbul edirəm ki, sənin anan ideal deyil. Mənim onsuz da valideynlərim ideal deyil. Mən hələ heç kəsdə ideal valideyn görülməmişəm. İdeal valideynlər o valideynlər kimlər qarışmırlar. Bu deyə bilərik ki, bəli, ideal valideynlərdir. Əgər hər necəsə qarışma varsa, deməli, hər hansısa orada problemlər var. Və mən şikayətlənəndə artıq nə üçün şikayətlənirəm? O anasını dəyişdirəcək. O anasını bilmirəm, analıqdan siləcək. Yoxsa bu şikayətin əhəmiyyəti nədədir? Bəlkə elə mənim özümə lazımdır baxmaq ki, bəlkə mən psixoloqla danışım. Bəlkə sadəcə vərdişdir. Peşəkar video və podkast çəkilişlərinizi ən son avadanlıqlarla təmin olunmuş Biznesgar komandasına həvalə edə bilərsiniz. Həmçinin çəkiliş üçün otaq və səs avadanlıqları, kamera və işıq aksesuarlarının icarəsi mümkündür. Baxın, bizim formalaşmağımız üçün biz 6 yaşına qədər şuurlu və yaxud da şuursuz şəkildə məlumatları yığırıq beynimizə. Biz görmüşük ki, anam da atama şikayət eləyib, xalam da eləyib, bibim də eləyib, hardasa baxsan nənəm də eləyib. Bu bizdə bilmədən vərdiş halına gələ bilər. Axı bizim düşüncəmizi dəyişməyimiz çox çətindir. Biz düşüncəni dəyişmirik, düşdüyümüz vəziyyəti dəyişmək istəyirik. Tam sizinlə razıyam. Elə nəyə də gətirirdim, bəlkə mənə lazımdır psixoloqla danışmaq və artıq öz içimdə olan reaksiyaları dəyişdirməyə başlamaq. Ümumiyyətlə, mən belə deyə bilərəm. Fərqi yoxdur, indi sizi nə sıxır? Qaynana, ata, ana, yoldaş, rəhbər, dostlar. Əgər bizi nəsə sıxırsa, o deməkdir ki, o bizi inkişafa çağırır ki, oradan çıx və həll yolunu tap. Və həll yolunu tapdıqca biz sanki bu problemin üstünə qalxırıq. Və artıq yuxarıdan baxa bilirik və daha geniş bunu görə bilirik. Və belə deyə bilərəm ki, nə vaxt biz öz daxilimizdə bu problemləri həll edirik, o zaman necəsə möcüzəli bir yolla o hər yerdə həll olunur. Uca qaynana bu qədər də bizi bezdirmir və o da öz işləri ilə məşğuldur. Artıq yoldaş da daha çox vaxt bizimlə keçirmək istəyir və ona da daha çox maraqlıdır. Artıq uşaqlar da belə tərbiyəsiz ya da ki, dəcəl deyirlər, artıq onlar da rahat sözə baxırlar. Yəni biz özümüzə baxmalıyıq. Bir sözlə. Mütləq özümüzə baxaq. Bir çox qadınlar var ki, ümumiyyətlə onlara yaxın gedə bilmirsən. Sanki belə bir əjdahaya bənzədirəm mən bəzən ona, belə od püskürür ağızlarından. Heç cür tam olaraq başa da düşə bilmirsən ki, nə üçün bu xanım belədir? Əslində gedib dərinliyinə çatırsan, bir tərəfində sevgisizlik yatırsa, sevgisizlikdən əziyyət çəkib də ailə qurub, belə deyim də, başa düşmədən qaçıb, psixoloji
cəhətdən deyirəm. Qaçıb və gəlib yoldaşından da o sevgini görə bilmir. Nə həyatda, nə yataqda. Bu qadın necə düzələ bilər? Bu tip kadınlar, onlar bütün səhvləri, bütün qüsurları digər insanlarda görürlər. Çünki bu tip xanımlarda, onlarda hər şey planlıdır, hər şey kontrol altındadır. Onlar belə dustaq kimidirlər və onlar deyə bilər ki, siz normal olun və görəcəksiniz ki, mən də normalam. Əgər biz baxsaq karmaya və indiki yeni eraya, hara biz daxil olmuşuq və daxil olmağa davam edirik. Bu era inkişaf erası, bu era karma erası, harda biz nəsə yaradırıq və sonra nəyisə tez bir zamanda alırıq. Əvvəllər 100 illər öncə, yüzlərlə illər öncə bu proseslər çox uzun çəkirdi. İndi biz baxa bilərik ki, biz bir həyatın içində sanki bir neçə həyat yaşayırıq. Baxırsan ki, bu işlə məşğulsan, hər şeyi bilirsən, hər şey normaldır, nəsə gedir, tərəf dayandı və sən artıq tamamilə başqa bir yerdəsən, tamamilə başqa bir insanlarlasan və s. Biz indi getdikcə ümumiyyətlə daha da sürətli olacağıq və bir həyatın içində əgər indiyə nə qədər bu təzə dövrdə 2-3 həyat yaşayırdıqsa, biz yaşayacağıq 15 həyat. Və bu da bizə onu göstərir ki, ola bilsin ailələr də bu qədər də davamlı olmayacaq. Bizneslər də bu qədər davamlı olmayacaq. Çünki bir təcrübəni qazandıq və sonra yeni təcrübəyə keçirik. Və bu məsələdə var müəyyən bir stildə insan. O tip qadınları, допустим, siz nümunə gətirdiniz. Deməli, bir zamanda artıq bu təcrübədə yaşayıb və bir zaman ona ya öz xoşluğuyla, misal üçün tam hansısa podruqası yola gətirəcək necəsə, ya da ki podruqasından, ya da ki başqa bir insandan təsadüfən necəsə nəsə görəcək və anlayacaq ki, wow, bəlkə mənim həyatımda nəsə yolumda getmir, bəlkə nəsə dəyişdirmək lazımdır. Amma çox vaxtı bu necə olacaq? Gələcək şapalaq. Və şapalaq gəlir çox ağır, çox çətin. Misal sizə bir gətirəcəm. Yəqin ki, izləyicilər üçün də bu nümunə yaxın olacaq. Nə vaxt qadın xəyanətə uğrandı və ondan sonra baxırsan, qadın sanki çiçəkləndi. Prava da aldı, maşında sürür, hansısa biznes qurur, nəsə ora harasa gedir, səyahətlərə ayrılmadı. O qadın ayrılmadı, o qadın eyni kişi ilə yaşayır. Amma sanki bu qadına yeni bir nəfəs gəldi. Əgər sən bunu bacarırdınsa, sənə lazım idi bu xəyanət, sənə lazım idi kimsə sənə gəlsin, şillələsin və sonra sən ayılasan. Ondan öncə isə baxırsan, yox, mən tam uşaqlar, yoldaşım, yemək bişirəcəm, indi onu edəcəm. Bu sənin təbiətin deyil. O ki, başa düşdük, sən əla qadınsan, xanımsan, anasan, həyat yoldaşısan, amma sən özünə aid təbiətin var. Və bəzən özümüzə aid olan təbiətə gəlmək üçün hansısa bir stimul olmalıdır. Stimullar çox, bəzən siqnallar onlar verilir, prosta biz onları görürük. Bizə lazımdır sirena çalsın. Sirena çalanda, wow, onda ayıldıq, wow, nə gözəldir, nə yaxşıdır. Əslində Nəsiminin çox gözəl bir sözü var, ölmədən ayılmaq. Sadəcə bu ayılmağı müəyyən bir yaş sizdən kimi tələb eləyir. Çox çətin gəlir, çatır insan buna. Bir də illərlə özündən xərcləyəndə mənəvi duyğularını tükəndiyini hiss edirsən. Amma misal üçün biz yaxşı anayıq, yaxşı bacıyıq, bacı olmağa çalışırıq, yaxşı rəfiqəyik. Bu bizdən bazadan gedir. Amma biz bazada enerji ala bilmirik. Çünki qadın olaraq bir sualın əvvəldə dedim kimi reallaşa bilmirik. İstəyimiz bəzən bir ömür sürürük, amma istəyimiz bu deyil deyə oturub ağlaya bilirik. Yaxşı, istəyimizi belə başa düşə bilmirik. Bu bizim emosional hisslərimizdir, bizi oynadır yerindən. Bu bizim mədəmizdəki olan mikroblar deyirlər də,
bədənimizdə olan mikroblardır hansı ki bizi tətbiqləyir, beynimizə siqnallar gedir, əcaib. Bunlar nə ilə bağlıdır ki, qadın tam olaraq reallaşa bilmir, istəyini ala bilmir, həyat yoldaşından da ala bilmir bəzən. Siz sualı verməyə başlayanda dediniz yaxşı qızlar, yaxşı qadın, yaxşı dost, Ana, yaxşı ana. Mən deyərdim ki, problem elə bu yaxşı sözündədir. Çünki biz yaxşı yox, özümüz kimi olmağa çalışsaq, özümüz kimi düşünməyə çalışsaq, özümüz istədiyimiz kimi qərarlar verməyə çalışsaq, o zaman biz iç səsimizi də eşitməyə başlayacağıq. Nədən başlamaq olar? Ən azı hər hansısa bir stimul gəldiyi zaman harasa çağırdılar, nəyisə təklif elədilər. Hansısa söhbət, hansısa bir situasiya. Mən bunu istəyirəmmi? Mən istəyirəmmi bura gəlmək? İstəyirəm yoxsa yox? Həqiqətən işə görə yox, bəni çağırdılar deyə yox. Sadəcə özüm istəyirəmmi yoxsa yox? Aha, mən istəyirəmsə onda mən getdim. Və mən əgər gəldim və gözləntilərimə bu cavab vermədisə, mən peşman olmuram, mən heyfslənmirəm, mən heç kəsi günahlandırmıram, çünki əvvəldən mən sadəcə istədiyimi edirdim. Mənim yoldaşım evə gəlir və mən özümü yorğun hiss edirəm. Həqiqətən bugün çox iş görmüşəm, yorulmuşam, bəlkə evləri yığışdırmışam, uşaqlar məni yorub. Mən həqiqətən bu dəqiqə istəyirəmmi durmaq, yemək hazırlamaq, onun qabağına süfrə qoymaq, yoxsa mən bunu bu dəqiqə edirəm, çünki bu lazımdır. Və əgər mən bunu istəmirəmsə və ona səmimi bunu desəm ki, bilirsən, mən o qədər özümü indi gücsüz hiss edirəm. Bunu da edə bilmirəm. Olar ki, nəsə sifariş edək və uzanaq sadəcə televizora baxaq. Və bəlkə də o da bizə deyər, uyda, mən də elə bunu istəyirdim ancaq. Ya da ki, o da deyər ki, əziyyət çəkmə, mən tam dostlarımla gedib oturaram, sən də rahat evdə istirahət edə. Və nə vaxt biz çalışmırıq ideal olmaq, yaxşı olmaq, bəlkə də o bizə deyər ki, bilirsən nə var, sən çox tənbəlsən, sənin ümumiyyətlə arvadlığın yoxdur və mən tam düşünərəm hələ. Mən səninlə bu həyatı yaşamaq istəyirəm ya yox. Və bu nə deməkdir? Bu deməkdir ki, insan mənim emosiyalarımı və hisslərimi qəbul etmir. Və burada artıq daha böyük bir mövzu açılır. Bəs nə edirik biz birlikdə? Necə biz bir yatağı bölürük o insanlarla? Fərqi yoxdur. O istər qadın olsun, istər kişi olsun. Necə biz bölürük yatağı o insanlarla, hansını biz eşitmirik, anlamırıq və onun hisslərinin heç bir mənası yoxdur bizim üçün. Empati qura bilmirik bu insanlarla. Və yalnız nə zaman biz bu yaxşı obrazdan çıxacağıq, hətta bir şey də vurğulamaq istəyirəm. İndi insanlarda depressiv hallar çox və çox artıb. Niyə görə? Çünki insanlar öz istədiyi kimi deyirlər. Öz hiss etdiyi kimi deyirlər. Mən nəyisə edirəm, çünki bu prestijlidir. Çünki burada hansısa stabillik var, hansısa stabillikdən indi söhbət gedə bilər, ümumiyyətlə pandemiyadan sonra. Bunu mənim anam istəyib, bunu mənim atam istəyib. Və soruşanda ki, bəs sən nə istəyirsən? O da deyəcək ki, tam bilmirəm, mən ümumiyyətlə istəyirdim saç yığmaq, düzəltmək və mənə icazə vermədilər, ya da ki, bu prestijli olmadı və s. Onda hansı səmimiyyətdən biz danışa bilərik? Yoxdur, orada heç bir səmimiyyət də ümumiyyətlə heç mövzuda qalmır. Bir də mənim özümə də bu çox maraqlıdır. Bayaq xəyanətə toxunduq. Qadınlar var ki, onlar istədiklərini bilirlər. Siz demişkən inkişafda çox yaxşı da eləyirlər. Amma heç də misal üçün partnyoru, yoldaşı da ola bilər, partnyoru da ola bilər. Partnyoru onun qədər inkişaf etməyib, inkişaf etmək də istəmir. Xanım sanki dağa çıxmaq istəyir.
sanki aşağıdan onu dartırlar. Həm xanım könlünü qırmaq istəmir, həm də ki bilmir də yəni neynəsin. Artıq yolun ortasındadır. Bilmir ki necə yola çıxsın. Burada sədaqətlilik var. Məsələn, sədaqətli olmamaqdan qorxur. Axı bütün nəsli, qohumu, əqrəbəsi deyib ki, olmaz boşanmaq, yəni sən bu adamla axıra qədər getməlisən, nə olursa olsun da. Amma xanım da hiss edir ki, məhv olur. Qalır iki dərədə bir arada. Belə bir misal var. Burada öz hissini, özünü inkişaf elətdirdi, qalxdı. Amma indi qalxıb görür ki, tək qalxıb. Orada neynəsin? Çətindir axı. Nə şiş yansın, nə kebab siz istəyirsiniz. Belə olmur. Əvvəl-axır hər kəs öz yerini alacaq və belə baxanda var inkişaf olunmuş qadın və var kişi. Nə vaxtsa bunlarınki tuturdu. Əgər bunlar ailə edirlərsə, nə vaxtsa bunlarınki tuturdu. Biz deyə bilmərik ki, bu kişi pisdir, ya da ki, bu kişi zəifdir. Sadəcə hər kəsin öz dövrü var. Və bu kişi hələ ki hazır deyil. Amma bu hər iki insanın sevib sevilməyə, onu anlayacaq insanla yaşamağa, ona hörmət edəcək insanla birlikdə olmağa haqqı varmı? Var, əlbəttə. Var. O kişinin də var haqqı ki, onun yanındakı qadın onu dəyərləndirsin. İndi o necə, hansı haldadırsa, hansı inkişaf səviyyəsindədirsə, elə orada da onu dəyərləndirsin. Necə də bu xanımın. Və bu tip xanımlar, onlar nə qədər, istər xanım olsun, istər kişi olsun, onlar nə qədər sıxmaq istəsələr də bunu sən dayandıra bilmərsən. Bu bir prosesdir və o gedir. Və o getdikcə gedəcək. Sanki biz şiri balaca bir qəfəsə saldıq. Balaca olanda ora yerləşir, amma getdikcə o bu qəfəsi qıracaq. Bu qanun belədir. Əks halda mən sizə deyə bilərəm nə baş verəcək. Onlarda başlayacaq problemlər, xəstəlik, hansısa bir narahatçılıqlar və ya onların başı qarışacaq bunları həll etməklə və bu xanım da öz o inkişafını yaddan çıxardacaq və bunlar necəsə yaşayacaqlar. Amma bu həyatda artıq bu olmayacaq. Əgər kimsə istəyir ki, zorla sıxsın, əvvəllər sıxa bilirdilər, gözləyə bilirdilər, axıra kimi çatdıra bilirdilər. Amma indi bu olmayacaq. Biz əgər baxsaq, ümumiyyətlə qadın hərçəngi nə qədər yayılıb, elə bu nəyin əlamətidir? Sıxıram və imkan vermirəm, davam etsin. İmkan vermirəm, mən öz yolumla gedim, o öz yoluyla gedim. İmkan vermirəm, proses öz axını ilə getsin. Nəzarətdə saxlamaq istəyirik yenə, bilmədən. Bir nüansı da toxunmaq istəyirəm. Baxın, siz xərçəng xəstəliyinə toxundunuz. Bir çoxlarının boğazlarında olur. Hansı ki bu danışıq çakrası 5-ci çakradır, səhv etmirəmsə. 5-ci çakraya təsir edir ki, danışmırsan, odur. Həmçində mədə, həmçində daxili orqanlarda. Ginekoloqlar çox gözəl deyir, həm tibbi tərəfdən, həm də digər mental sağlamlıqla məşğul olan həkimlər də deyir ki, həyatda həzz alacağın nüanslar var. Yəni seksdə çox təbii olaraq qida qədər çox təbii bir prosedurdur. Amma bəzi yerlərdə ayıb bir prosedurdur. Misal üçün öz həyat yoldaşına yaxınlaşmağı özlərinə ayıb bilən qadınlar var. Mən getmərəm, o gəlsin deyən qadınlar var. Və bunu nə üçünsə heç də belə aktuallaşdırmırlar. Ki, misal üçün, əslində illərlə almalı olduğum həzzi almamışam. Almadığıma görə bədənim məni cəzalandırıbdı. Burada xərçəng çıxanda bundan qabaqları demir ki, zaten indini görürsən. İndi də artıq yəni çöküş vaxtına gəlib çıxırlar. Necə eləyək ki, bu prosedurlardan düzgün keçə bilək? Çünki başa düşmür, bir çoxumuz başa düşmürük. Əgər biz qəbul etsək ki, biz hər birimiz istifadəçiyik və insanlar ümumiyyətlə hər bir şey bu dünyada var istifadə etmək üçündür. Və heç olmasa bu prizmadan baxsaq ki, bu mənim sağlamlığım üçün lazımdır. Və mən, yoldaş mənim deyil, mənimdir.
Nə üçündür bunların hamısı? Sadəcə yemək bişirmək, uşaqları tərbiyə etmək üçün. Burada mən varam, burada biz yenə qayıdırıq özünə sevgiyə və özünə qayğı göstərməyə. Və əgər mən qəbul etməsəm ki, düşünməsəm ki, o özü mənə yaxınlaşsın, o özü məni istəsin, no elə et ki, o səni özü istəsin. Elə et ki, o özü sənə yaxınlaşmaq çalışsın. Elə et ki, onun özünə maraqlı olsun və o sənə baxanda ümumiyyətlə gözləsin, nə vaxt biz tək qalacağıq və mən də öz evliliyimi dadacağam və hiss edəcəm nə üçün mən evliyəm. Əgər bunu etmirsən, bir tərəfdən də həm də ki, eqom var, yox, mənə yaxınlaşmalıdırlar. Burada yenə biz qayıdırıq özünə inkişafa. Nə vaxt biz egomuzu aşağı salırıq, nə vaxt biz anlayırıq, həyat ümumiyyətlə necə davam edir. Nə vaxt biz qəbul edirik ki, biz hər birimiz bir-birimizdən istifadə edirik. Niyəsə görə qadınlar düşünür ki, seks bu yalnız kişi üçündür və bəzən də özünü istifadə edilmiş hiss edirlər. Əgər sən də qəbul etsən ki, mən də burada həzz alıram, mən də burada hansısa prosesdən keçirəm və mən də istifadə edirəm. Burada başqa sual yarana bilər. Bəs əgər mən orqazm olmuram, bəs əgər mən həzz almıram, bu da kimin məsuliyyətidir? Sənin məsuliyyətindir. Və qadın orqazm ola bilmirsə, qadının məsuliyyətidir. İlk növbədə bəli. Nə üçün? Çünki əgər qadının hissiyatı inkişaf olunmayıb, əgər qadın öz bədənini tanımır, əgər qadın ümumiyyətlə özünü bir xanım olaraq qəbul etmir, qadın olaraq qəbul etmir və cinsi münasibətə hansısa bir iş prosesi kimi baxır, bu mənim borcumdur. Hansı orqazmdan burada söhbət gedə bilər? İstər orada super maç olsun, neynəsin yazıq? Aydın məsələdir, amma bəylərin ürəyini açan bir cavabı verdiniz siz. Çünki bir çox qadınlar bunları həyat yoldaşlarına belə deyim, və ya da partnerlərine etiraf edəndə onlar deyirlər ki, sən get həkimə, məndə problem yoxdur. İlk növbədə bu yenə də bu həkim məsələsi deyil, bu seksoloqların məsələsidir. Həzz ala bilməməsi, orqazm ola bilməməsi, vaginizm, bunlar hamısı seksoloqun mövzularıdır və ora müraciət etmək lazımdır. Azərbaycan üçün mən indi çalışıram və bu yaxınlarda yeni kitab nəşr etmişəm, Seks və Sevgi. Harda qadınlar oxuyub anlaya bilər həm bunun nəzəriyyə hissəsini, münasibət hissəsini, həm də ki, əlbəttə ki, yataqda ilk növbədə özünü inkişaf elətdirmək. Çünki əgər biz qəbul etsək ki, hər şey bizdən başlayır, burada da ilk növbədə hər şey bizdən başlayır. Sonra isə, bəli, əlbəttə ki, əgər qadın öz bədənini hiss edir, əgər qadın ehtiraslıdır, əgər qadın inkişaf olunub qadın kimi, qadınlıq enerjisi yüksəkdirsə və onun partnyoru odun kimidir, onda bəli, artıq bu tərəfə biz baxa bilərik. Yenə də nə vaxt partnyorlar açıqdır öyrənməyə, var Kama Sutra kitabları, var porno videoları, oturub birlikdə izləmək, anlamaq. Sənə nə xoşdur, mənə nə xoşdur. Qızlar çox narahat olurlar, nə vaxt görürlər ki, onların sevgililəri, yoldaşları pornoya baxırlar. Əslində, əgər biz bunu istifadə etsək öz xeyrimizə, baxım onun hansı fantaziyaları var, hansıları mən onunla yaşaya bilərəm. Əgər biz buna baxsaq, maraqlı bir proses, yenə mən bunu gecə gəlir. Yəni bunu yorğanın altında heç belə bir-birinizi görmədən, bir-birinizə toxunmadan, sadəcə prosesi yaşayıb keçmək deyil də. Yəni əslində bunu elə bir vəziyyətə çatdırmalısan ki, sən də burada tam olaraq təmin olunmalısan, amma o da təmin olmalıdır və sən növbəti arzu olunan olmalısan. Yəni öz partnyorun üçün yenə də arzu olunan olmalısan. Biz düşünürük ki, intim münasibət bu sadəcə seksdir və düşünürük ki, seks bu sadəcə bir cinsiyyət orqanı girir digər cinsiyyət orqanının içinə.
Halbuki mən əgər sizə desəm ki, bizim ikimizin arasında bu dəqiqə gedir intim proses, çünki bu yalnız ikimizə məxsusdur. Biz bir-birimizə baxırıq, biz bir-birimizi dinləyirik. Biz bir-birimizi istər-istəməz auramızı hiss edirik. Artıq buradan əgər biz başlasaq diqqət etməyə, necə danışırıq, necə baxırıq birimizə, hansı frekans ötürürük. İndi biz ikimiz qadınlarıq, yenə də ikimizdən indi asılıdır. Bizim saatımız bitəndən sonra biz nə hiss edəcəyik? Mən bir də bu xanımla danışmaq istəyirəm, yoxsa uyda nə yaxşı ki bu bitdi. Eyni şey kişi və qadın arasında. Hansı siqnallar mən ona ötürürəm sadəcə hansısa bir ortamda olanda. Artıq buradan bu başlayır. Sonra bu davam edir, bəli, bizim evimizdə. Bu da artıq intim bir münasibətdir. Bu da artıq nə vaxt biz ikimiz qalırıq, bu artıq seksdir. Nə vaxt biz bir-birimizə toxunuruq, nə vaxt bir-birimizə baxışımızla ötürürük ki, mən səni istəyirəm, mən səni bəyənirəm, mən sənin üçün darıxmışam. Burada artıq seks başlayır. Biz düşünürük ki, yorğana girdik, var yarım saat, heç nə olmaz, davay seks edək. Bu seks deyil, bu sadəcə cinsi tələbatlardır və bu qədər. Çox incə məqamdır. Cinsi tələbat və seks. Çox incə bir məqamdır. Hərçənd misal üçün çoxlarımız buna eyni bilirik, amma ayrıymış. Buradan bunu müşahidə etmiş oldum. Sevilən qadın olmaq üçün nə etməliyik? İlk növbədə özümüzü sevək, özümüzə qayğı göstərək, öz qəlbimizə qayğı göstərək. Əgər bizi nəsə narahat edirsə, onu ürəyimizdən təmizləməyə çalışaq. Psixoloqlar vasitəsilə, coachlar vasitəsilə, kitablar vasitəsilə, bəzən düzgün insanla danışmaq vasitəsilə belə və əgər heç biri alınmırsa, mümkün deyilsə, bunu mən tətbiq edirəm və kiminlə paylaşıram, sonra deyir, wow, Marcina, doğrudan, niyə biz bunu istifadə etmirik? Sadəcə danışmaq. Otaqdasan, hamamdasan, maşındasan, fərqi yoxdur. Sən başlayanda danışmağa, əslində bizə sadəcə danışmaq lazımdır. Bizə fərqi yoxdur. Biz bunu kiməsə dedik öz inciliyimizə, yoxsa sadəcə danışdıq. Sadəcə başlayanda danışmağa bizim həm boğaz çakramız başlayır işləməyə, oradakı yığılan bütün o bloklanmış hisslər, sözlər, emosiyalar başlayır çıxmağa və biz başlayırıq eşitməyə, biz nə danışırıq? Bizdə sanki qurulur dialoq. Və sonra biz hiss edirik ki, wow, yeni ideyalar gəldi. Mən nələrisə fərqli bir şeyləri danışmaq istəyirəm yoldaşımla. Hansısa o adi, rutin ya da ki problemləri müzakirə etmək, hansısa fərqli bir şeyləri. Çünki buradan həmin o köpük kimi o çıxdı. O çıxdı və mən özümü rahat hiss edirəm. İradə üzərində işləmək. Çünki güclü iradəsi olan insanlar, onlar özlərinə hörmət edirlər və özünə sevgi ilə yanaşırlar və əlbəttə ki, buna görə ətrafdakı insanlar da onlara hörmət edirlər. Burada mən nəyi nəzərdə tuturam? Nə vaxt biz nəyisə dedik, onun dalınca getmək lazımdır. Nə vaxt mən nəyinsə qərarını verdim, onu həyata keçirmək lazımdır. Burada mən qərar verirəm, sabah mən deyirəm, yox, heç nə olmaz. Heç nə olmaz, yeyə bilərəm, heç nə olmaz, etməyə də bilərəm, heç nə olmaz, idmana da getmərəm, heç nə olmaz, heç nə olmaz. Bizim özümüzə qarşı olan hörmət də itir. Biz öz həyatımızda istədiyimiz nəticələri görə bilmirik və burada özünə sevgidən söhbət gedə bilməz. Əlbəttə ki, nə vaxt biz yaşayırıq özümüzə aid olan həyatı, nə vaxt biz özümüzə hörmətlə yanaşırıq, nə vaxt biz özümüzə o sevgini göstərə bilirik. Sevgi bu hərəkətdir, bu sadəcə sözlər deyil. Qayğı ilə, özünə qatqı etməklə, gündən günə özünü daha da yaxşı bir insan etməklə. Əlbəttə ki, ətrafdakı insanlara maraqlı olur, wow, bu insan necə buna nail oldu? Bu insan necə belə qala bilir? Bu insan necə öz istədiyini edir bu həyatda? Necə bu belə xoşbəxtdir? Və istəyirik o xoşbəxtliyin bir damcısı olmaq.
Yo, o zaman da sevilirik. Mən təəssüf edirəm, onun vaxtımız qısadır. Çox xoş oldu bu gün burada sizi qarşılamağımız. Mənə elə gəlir ki, bir neçə mövzulara tam istədiyim kimi toxuna bilmədik. İnşallah bir də qismət olar. Bir də görüşərik, bir də danışarıq. Buradan da izləyicilərimizə demək istəyirəm ki, mütləq şəkildə kanalımıza abunə olsunlar. Bu cür mövzuların ardına gəlmək istəyirlərsə, çünki biz baxırıq statistikada biz izləyənlər həddindən artıq çoxdur, amma kanala abunə olanlar azdır. Rica edirəm hər kəsdən ki, bu cür gözəl mövzuların gəlməsi üçün bizə dəstək olmaq istəyirsə, mütləq kanalımızı izləyin. Sizə də çox təşəkkür edirəm. Mən də Bir daha sizə görüşmək təşəkkür ümidi edirəm. ilə. Çox sağ olun. Sağ olun.